Hava get-gedə yaxşılaşır və istirahətimizi parklarda, əyləncə məkanlarında da keçiririk. Yaxınlarımızı, doğmalarımızı, övladlarımızı da götürüb elə Dənizkənarı Milli Park və digər parklarda olan attraksionlara aparırıq. Amma əsas məsələ bundan ibarətdir ki, attraksionlarda təhlükəsizlik qaydaları nə dərəcədə təyin olunur? Çünki texniki baxışlar nə yerdədir və uşaqlarımızın, övladlarımızı rahat formada o attraksionlara etibar eləyə bilərikmi? Təbii ki, burada yaş məsələləri var. Bəli, mən onu elə qeyd eləyəcəkdim ki, adətən uşaqları yaşa uyğun olmayan attraksionlara da mindirirlər və uşaqlar düzdür orada əylənir. Amma bu böyük bir təhlükədir və hər bir yaş kateqoriyasına uyğun olaraq müəyyən bir attraksionlar var ki, parklarda var. Ona görə də siz də seçim edərkən çalışın ki, eləsini seçəsiniz ki, həm əylənə biləsiniz, eyni zamanda sizin istirahətli sonuncu istirahət olmasında, yəni belə deyək. Bəli, və ən vacib məqamlardan biri də valideynlərin müdaxiləsidir. Çünki bəzən olur ki, attraksionun ərazisinə daxil olurlar və attraksion hərəkətdə ola-ola üstəlik. Bu çox ciddi bir təhlükəyə yol aça bilər. Ona görə də çalışın ki, əyləncənizi yaxşı formada təmin edin həm özünüzün, həm də ki, təbii ki, digər insanların. Havaların isinməsi parklara, istirahət mərkəzlərinə üz tutanların sayını artırır. Xüsusilə övladları ilə istirahətə çıxanların ilk dayanacağı məhz attraksionlar olur. Bəs balacaların sevimli attraksionları nə dərəcədə təhlükəsizdir? Paytaxt sakinləri və qonaqların elə ən çox üst tutduğu məkan da Dənizkənarı Milli Parkdır. Çünki həyəcanlı anlar yaşamaq istəyənlər üçün burada hər yaşa uyğun müasir standartlara cavab verən müxtəlif karusel və attraksionlar mövcuddur. Biz artıq neçə dəfədir ki, bura gəlirik və qohum övladını gətirmişik, çox razıyıq. Yaşı soruşurlar, yaşa olan uşağı qoymurlar, boy düzgün gəlməyəndə siz qoymurlar. Yaxşı da var, hər şey qaydasındadır. Burada qiymətlər də münasibdir, lakin vətəndaşları qiymətlərdən daha çox həmin əyləncə qurğularının təhlükəsizliyi maraqlandırır. Ayda bir dəfə bütün attraksionları ümumi yoxlanışa keçirilir. Bundan əlavə hər gün işə başlamazdan əvvəl bütün attraksionları ümumi yoxlanışdan keçirilib, sonradan işə salınırlar. Ümumilikdə hər bir attraksiyonun özünün təhlükəsizlik qaydaları var və bu attraksionda işləyən nəzarətçilər tərəfindən hər dəfə müştərilərə izah olunur və onu necə istifadə eləmək olar və burada təhlükəsizlik qaydaları, hansı normaları yerinə yetirmək lazımdır, bunların hamısı məlumatlandırılır. Vikingdə boy 1.30-dan yuxarı olmalıdır, yaş həddə 7 yaş hesablanır. Yəni elə uşaq var ki, məsələn, boy çatmır, icazə yoxdur oturmağa. Kəmərlər xüsusi kəmərlərdir. Kəmərlər bağlananda bizdən başqa, yəni heç kim asa bilmir kəmərlər. Xüsusi aləti var, açar vasitəsilə açılır. Kəmər bağlanandan sonra sıxılır. Tam sıx olmalı ki, kimsə ayağa qalxa bilməsin, çünki ayağa qalxanda sürüşüb yıxıla bilər. Ona görə də kəmər sıx bağlanmalıdır. Və əlavə dəmir bağlanır. Dəmir də ki, tutumu tutacaq yerdir. 2 dəmir var. Biri onların ayağa qalxması üçün əngəldir, biri də tutmaq üçün. Bulvar ərazisindəki bütün əyləncə qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir. Müasir cihazlar vasitəsilə əsaslı müayinələr aparılır. Panorama attraksiyonunda digər attraksionlar kimi gündəlik əsasda nəzarət yoxlanış tədbirlərindən keçirilir. Yalnız əlverişsiz hava şəraitində, küləkli, yağışlı hava şəraitində fəaliyyət göstərmir. Ümumiyyətlə, Dənizkənarı Milli Parkda fəaliyyət göstərən bütün attraksiyonlar Dənizkənarı Bulvar İdarəsinin ixtisaslaşdırılmış kadrları tərəfindən yoxlanış keçirilsə də, Fövqəladə Hallar Nazirliyi də böyük tədbirlərin keçirildiyi ərəfədə, bayram günlərində, insanların daha sıx, daha çox olduğu vaxtda burada attraksiyonların texniki baxışdan keçirilməsi həyata keçirir və istismara yararlı olması ilə bağlı rəy verir. Attraksion hərəkətdə olarkən kənar şəxslərin əraziyə daxil olmasına icazə verilmir. Təhlükəsizliyin təmin edilməsi üçün qurğu platformadan ayrılan zaman içəridən qapını açmaq da mümkün deyil. Hər bir halda istirahətimizin və əyləncəmizin sonuncu olmaması üçün təhlükəsizlik qaydalarına əməl etməyimiz vacibdir. Vüsal Arifsoy, Vurhan Turabov, Səbuy Sadiq, Telesər.